Sər partladı. Düzəməlli video yoxdur. Az müddətdədir. Nə Instagram, nə TikTok istifadə eləmirəm. Şəhər sorğusundayam və soruşmaq istəyirəm ki, sosial şəbəkələrdə ən son gördüyünüz ən ağla sığmaz görüntü nə olub? Getdik. Anar, sonuncu dəfə sosial şəbəkədə gördüyünüz ən ağla sığmaz görüntü nə olub? Paylaşılan bütün videolar onsuz da o söz deyil. Bu yaxınlarda BD markalı avtomobil körpüdən qəza eləmişdi, aşmışdı, onu deyə bilərəm. Bakı metropoliteni ilə bus stansiyasında tuneldə qapı açıq olurdu. Bir dənə qız əlində sallanmışdı çölə. Belə əlində şar var əlində. Şar partladı. Və kim əl çalırdı. Mənim metro da hamına baxırdı. TikTokda baxıram ki, yəni düzəməlli video yoxdur. Gənc qızların, gənc oğlanların çox belə qeyri-etik davranışlar sərgiləyib onları videoya çəkib paylaşmaları məni çox narahat eləyir. Ümumiyyətlə mən sosial şəbəkələrdən istifadə etmirəm. Sosial şəbəkələrsiz nə qədər yaşaya bilərsiniz? Qədim dövrlərdən yaşayan indi yaşamaq olmaz. Yəqin ki, olar. Həftədə bir dəfə gəlib mənə olanlar kimsə danışsa falan yaşayaram. Mənim istənilən qədər. Məncə bu dövrdə imkansızdır. Az müddətdədir. Ona görə də siz bir dəqiqədə yaşaya bilməzsiniz. Xeyr. Yaşaya bilmərəm deyə düşünürəm. Mən şəxsən 3 aydır ki, artıq nə Instagram, nə TikTok istifadə eləmirəm.